Xoş gördük. Bugünkü təhlilimizdə verilənlər bazası arxitekturasının çox vacib bir qızıl qaydasından danışacağıq. Table relationshiplərinizin məntiqə uyğun olduğuna əmin olmaq. Yəni, sadəcə iki cədvəli join edə bilirsiniz deyə bu mütləq bunu etməli olduğunuz mənasına gəlmir. Gəlin görək bunun arxasında hansı fəlsəfə dayanır. Bəli, texniki cəhətdən hər hansı iki cədvəli birləşdirmək mümkündür, amma gəlin düşünək, bu həmişə məntiqlidirmi? Biz data typeların eyni olmasından daha dərinə baxıb, sxemalarımızın həqiqətən necə məna kəsb etdiyini incələyəcəyik. İnanın mənə, dizaynda buraxılan kiçik bir məntiq xətası gələcəkdə böyük baş ağrısı və məlumat itkisi deməkdir. Qısaca bugünkü planımıza baxaq. Sadəlik tələsi, məşhur kontakt cədvəli problemi, ərazilərin xəritələnməsi, məhsul atributları, verilənlər strukturu və təbii ki, yekun güzəştlərin idarə edilməsi. Bu məqamlara diqqət yetirməklə uzun müddətli arxitektura problemlərindən necə qaçacağımızı öyrənəcəyik. Gəlin vaxt itirmədən elə ilk mövzudan başlayaq. Birinci bölməmiz sadəlik tələsidir. Hər şeyi sadə saxlamaq istəyən bir çox verilənlər bazası tərtibatçısının necə tez-tez bu təməl tələyə düşdüyünü görəcəyik. Bəzən ən asan görünən yol əslində ən təhlükəlisi olur. Bilirəm, iki fərqli sütunu sadəcə eyni data type-ı paylaşdıqlarına görə əlaqələndirmək inanılmaz dərəcədə cəlb edicidir. Məsələn, düşünürsünüz ki, hər ikisi integer və ya eyni uzunluqlu varkardır, gəl bunları join edim. Amma əslində, həqiqətən etibarlı bir table relationship qurmaq üçün o sütunların tam olaraq eyni məntiqi domeynə aid olması mütləqdir. İkinci hissəmiz kontakt cədvəli problemi. Təsəvvür edin ki, bir şirkət işçiləri, müştəriləri və təchizatçıları idarə edir və praktikada bu şəxslər bəzən eyni adamlar ola bilər. Məlumat təkrarlanmasının qarşısını almaq üçün içimizdəki o developer instinkti bizə deyir ki, gəl hər kəsi tək bir context cədvəlində birləşdirək. Axı hamısının adı, soyadı, nömrəsi, ünvanı var, düzdür. Çox məntiqli görünə bilər, amma gəlin etiraf edək, bu olduqca təhlükəli bir qısa yoldur. Niyə təhlükəlidir? Çünki bu yanaşma altından çıxa bilməyəcəyimiz problemlər yaradır. Əgər hamı sadəcə bir kontakt aydı altında cəmlənibsə, onun həqiqətən təchizatçı və ya müştəri olduğunu necə sübut edəcəksiniz? Obyektlərə xas əlavə məlumatları saxlamaq üçün məcbur qalıb bir yığın one-to-one cədvəllər yaratmalı olacaqsınız. Nəticədən də baş verir. Bütün o ağır yük və məntiq birbaşa application kodunuzun üzərinə düşür, tətbiqin mürəkkəbliyi isə sadəcə tavan edir. Gəlin üçüncü bölməmizə, ərazilərin və əlaqələrin xəritələnməsinə keçək. Bu satış ərazilərini, yəni sales territory'si təyin edərkən və müştəriləri xüsusi işçilərlə əlaqələndirərkən qarşılaşdığımız çox məşhur bir senaridir. Sizə elə gələ bilər ki, müştərilərin zip kodlarını, yəni poçt indekslərini birbaşa işçilərin poçt indeksləri ilə əlaqələndirmək və ya customer cədvəlinə birbaşa employee ID foreign key atmaq əla fikirdir. Yaxşı, bəs müştəri başqa bir satış ərazisinə köçəndə nə baş verəcək? Kimsə arxada işçinin yeniləməyi unutsa, databazada dərhal dəhşətli anomaliyalar yaranacaq. Bəs düzgün yol nədir? Table relationship məntiqini elə qurmalısınız ki, ortada boşluq qalmasın. Ən yaxşı yanaşma unikal zip kodları işçilərlə xəritələndirən xüsusi bir sales territory cədvəli yaratmaqdır. Sonra ter-zip vasitəsilə customers cədvəlini əlaqələndirirsiniz. Beləliklə, həm məlumat bütünlüyü qorunur, həm də gələcəkdə ünvan dəyişəndə datanın pozulmasının qarşısı alınır. Dördüncü bölməmiz məşhur məhsul atributları təlası haqqındadır. Fərz edək ki, hər bir məhsulun tamamilə fərqli xüsusiyyətlərə malik olduğu böyük bir kataloqu idarə etməlisiniz. Telefonun ekran ölçüsü var, amma köynəyin yoxdur, düzdür? Bu zaman çoxları Entity Attribute Value, yəni qısaca EAV modelinə qaçır. Dəyişkən atributları sonsuz sayda sütunlar kimi yox, sadəcə sətirlər kimi saxlamaq. Cədvələ baxanda ilk baxışdan hər şey çox təmiz, kompakt və mükəmməl bir qısa yol kimi görünür, elə deyilmi? Amma reallıq heç də belə deyil. Eyni vaxtda bir neçə fərqli atributa əsaslanaraq məhsulları filtrləmək və ya çıxarmaq istədikdə, yazacağınız o mürəkkəb join sorğuları əsl kabusa çevrilir. Siz faktiki olaraq relasiya modelini, yəni relational modeli, əslində dizayn edilmədiyi bir işi görməyə məcbur edirsiniz və bu inanılmaz dərəcədə yavaş işləyir. Bu bizi 5-ci bölməmizə gətirir. Strukturlaşdırılmış və yarım strukturlaşdırılmış verilənlər. Yəni structured və semi-structured data. Bayaq baxdığımız EAV problemi əslində datanın təbiəti ilə bağlı çox fundamental bir sual yaradır. Əgər məlumatlarınız o qədər dəyişkəndirsə ki, onlar üçün sabit əlaqələr qurmaqda çətinlik çəkirsinizsə, bəlkə də siz əslində semi-structured data ilə işləyirsiniz.
Yəni, hər şeyi mütləq səliqəli, sətir və sütunlara sığdırmağa məcbur deyilsiniz. Relational model-ı zorlayıb ev-evinə keçmək əvəzinə başqa alternativləri düşünün. Müasir SQL standartları bu cür çevik tələblər üçün birbaşa olaraq XML və JSON formatlarını dəstəkləyir. Məlumatı elə semi-structured olaraq öz yerində saxlamaq həm həyatınızı asanlaşdırar, həm də gələcəkdə yarana biləcək mürəkkəbliyin qarşısını alar. Nəhayət, 6-cı və son hissəmiz – yekun güzəştlərin idarə edilməsi. Bugün nəzərdən keçirdiyimiz bütün o cazibədar lakin aldadıcı qısa yollar bizi database arxitekturasının təməl bir fəlsəfəsinə gətirib çıxarır. Unutmayın ki, database səviyyəsində etdiyiniz heç bir güzəşt izsiz itmir. Siz skemanızı sadələşdirəndə, əslində o sildiyiniz mürəkkəbliyi birbaşa application kodunuza ötürmüş olursunuz. Nəticədə arxa planda developerlərin yükü artır, layihənin xərci çoxalır və məhsulun bazara çıxma müddəti gecikir. Gəlin bu analizdən əsas dərslərimizi çıxaraq. Cədvəllərin sadəcə oxşar sütunları var deyə onları kör-körana join etməyin. Table relationshiplərinizin məntiqli olduğuna, eyni domainə aid olduğuna əmin olun. Datanızın structured yoxsa semi-structured olduğunu ən başından müəyyənləşdirin. Ən əsası isə database sadələşdirmələrinin əlavə kod yükünə dəyib-dəymədiyini həmişə tərəziyə qoyun. Odur ki, gələn dəfə o çox rahat görünən foreign key təyin etməzdən əvvəl bir anlıq dayanın və özünüzə bu sualı verin. Database-iniz tətbiqinizi idarə edir, yoxsa tətbiqiniz database-inizi pozur? Table relationshiplərinizin həqiqətən məna kəsb etdiyinə həmişə əmin olun.